Eybulla baba, Eybullacan itələ məni axıracan. Bunu 3 dəfə dedin, denən hə. Dedin hə. Sonra bunu götürürsən. Kubikrovka birinci baxış keçirirsən. Baxırsan, eləyirsən, deyirsən ki hə, denən hə. Baxırsan, tapırsan ki burada nəsə bir nidarzumenin də hər şey voçka. Baxırsan, görürsən ki aha, burada deməli baxın, rəylər fərqlidir. Denən hə, ciddi qulaq, asas. Bax bunu gətirsən belə, bunu buradan sağ eləyirsən. Solo eləyəndən sonra gətirsən bunu belə, buradan da bunu gətirəndən sonra gəlirsən belə. Arxaya eləyirsən, arxadan sonra bunu eləyirsən. Sonra fırladırsan 3 dəfə. Hələ Eybulla baba, Eybulladan itələ məni axıracan gedir ha. O beynində gedə. Sağ eləyirsən. Bunu riski vurursan. Denən hə. Denən hə. Ay sağ ol. Bunu sonra baxırsan, deyirsən ay göy buradadsa, bunu sağ eləyəndən sonra algoritma diskriminant üsulu beynin kvadratı çıx 4AC. Baxırsan, deyirsən ki bunu bura gətirdim. Tutaq ki bunu da bura gətirdim. Bunu belə eləyəndən sonra, mən bunu belə eləyəndən sonra yaxşı, buradakı hara verirəm? Eləyim, bunu belə eləyirsən, sonra belə eləyirsən. Görürsən ki arxa tərəf ağlardı. Burada algoritm var uşaqlar. Yəqin ki diskriminant üsulunun zadını bilirsiniz də. Ay sağ ol. Bunu belə eləyəndən sonra bunu qoyursun belə. Deyirsən ki ay Allah, mən bu sözü peraşkisini verə bilərəm. Ondan sonra denən hə. Bunu təzdən baxış keçirirsən. Baxırsan ki, bunu yaşılı bura eləsəm, bunu buradan vursam, bunu belə eləsəm. Bu göyün bura gətirsəm, qırmızını bura eləsəm, sağdan sola eləsəm, solun sağa gətirsəm. Əgər ortasındakı qalan şeyi mən bunu xəyallarımla oynasam, ümid verib qaçsam, ayıbdır, düzdür? Ona görə bunu gətirirəm bura, qırmızını gətirirəm bura. Yaşılı belə eləyəndən sonra burada baxıram ki, bunun ikinci tərəfi də oldu. Denən hə. Denən hə. Hə? Hə. Sonra qalırsan belə, deyirsən ha, sevişmək ən gözəl dəlilidirsə, sevirəm səninlə dəli olmağı. Burada bir sual yanır. Bəs, normaldan 2-dən 1 çıxan